göllərə sona gəlsin, tellərin yana gəlsin. Kaş ki bütün qızlara cənnətdən xına gəlsin. Xına mübarək ay. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Baxın, cavan oğlandır, xına məclisi aparır. Adını da qoyur ki, müasir Azərbaycan gəncliyi belə olmalıdır. Vallahi qınamayın məni. Xarici vətəndaş olsaydım, bu xına aparan, qız kimi danışan, orientasiyalı gənci görsəydim, öldür inanmazdım ki, 44 günə Qarabağı alan Azərbaycan gəncliyi belə gəncliyin içindən çıxıb. Biz xına yaxma mərasimini folklorumuz kimi qəbul etmişik. Xına mərasimində ancaq xanımların iştirakını görmüşük. Əziz dostum, Nazirlər Səfərlinin timsalında bu folkloru mən şəxsən sevmişəm. Baxın. Gözəldir, ay gözəldir. Bakışta, Həcabəti gözəldir. bakışta, Gəlin köçən qızların bakışta, hamısı bir gözəldir. bakışta. Folklor budur. Yoxsa bayaqçı qızvari oğlanınki kimi yox. Qaydaq birinci videodakı söhbətimizə. O qız kimi danışan oğlan, o xına aparıcısını başa düşürəm. Onunla işim yoxdur, o da pulunu belə qazanır. Onu məclisə dəvət edən toy sahibləri çatmır mənə. Onlar həqiqətən elə düşünürlər ki, yeni qurulan ailələrin övladları Polad Həşimov kimi igid, Mübariz İbrahimov kimi qəhrəman olacaq. İnciməsinlər məndən. Ailə dünyasına qədəm qoyan yeni ailələrin xeyir duasını bu orientasiyalı gənc verirsə, onların övladları da elə bu orientasiyalı gənc kimi olacaq da. Bu qız sayağı gəncin verdiyi xeyir dua ilə doğulan övladlar ya ən yaxşı halda baboş, ya velizar, ya da bayram kimi olacaqlar. Qəribə məmləkətdə yaşayırıq, Allah haqqı. Bir tərəfdən hicab davası gedir, digər tərəfdən də kişi saç ustası xanım müştərisinin saçını əlləyir. Bir tərəfdən açıq-saçıq geyim tənqid olunur, digər tərəfdən də həmin tənqidçi hamilə xanımını kişi ginekoloqun yanına uşaq doğuzdurmağa aparır. Kişi ginekoloq da naməhrəm sözünü əldə bayraq edən bu kişinin xanımının naməhrəm üzr istəyirəm yerini aralayıb əlini salıb uşağı çıxarır. 21-ci əsrdə dünyanın sonu gələcək, dünya dağılacaq deyirdilər ha. O gün elə bu gündür.